Hər kəsə salam, kanalımda xoş gördük sizi. Bugün mən yeni bir video çəkirəm. Bugünkü videom sertifikasiya imtahanı haqqında olacaq. Düşünürəm ki, bu video kanalımın əsas izləyicilər üçün çox da maraqlı olmayacaq, amma fikirləşirəm ki, müəllim həmkarlarım üçün, hansı ki, növbəti illərdə sertifikasiya imtahanına gedəcək, onlar üçün məncə faydalı video ola bilər. Videoda öz şəxsi təcrübəmi danışacağam və sizə tövsiyələrimi verəcəm. Yəni indiki ağlım olsaydı necə hazırlaşardım? Bu haqqda istərdim ki, sizə də öz məsləhətlərimi verim. Çox güman ki, videonu qısa edə bilməyəcəm. Yəqin ki, video 20 dəqiqəyə yaxın ola bilər, bəlkə də çox ola bilər, bilmirəm. İndi o baxır söhbətimizin gedişatına. Amma əgər sona kimi baxsaz, izləsəz, rəylərdə də öz fikirlərinizi bildirməyi unutmayın. Əvvəla keçək ondan başlayaq ki, mənim imtahanım 2024-cü il, yəni bu il 24 iyunda oldu və mən il başlayandan çox belə deyək ki, yəni çox belə sıx rutinim var idi. Yəni belə deyək, çox da belə vaxtım yox idi. Həm də sözün düzü desəm, çox da ciddi görmürdüm sertifikasiyanı. O baxımdan ki, ümumiyyətlə iki qütb yaranmışdı da. Bir qütb deyirdi ki, yəni sertifikasiyaya çox da belə, yəni qeyri-adi hazırlaşma ehtiyacı yoxdur. Digər qütb isə deyirdi ki, ən çox da keçən il avqust imtahanına girənlər şikayət edirdilər ki, sertifikasiya imtahanı çox çətin keçib, yəni MİQ səviyyəsində keçib. Ona görə də mən də belə deyim ki, belə düşünürdüm ki, belə də ola bilər, yəni asan da ola bilər. Keçən ilki avqust imtahanından nəticə çıxardıb rahat da sala bilərlər və yaxud daha da çətin ola bilər. Və üstəlik də ki, mən 2020-ci ildə işə qəbul olmuşam, yəni artıq 4 il idi ki, imtahanlara buraxılmırdım. Ona görə də yəni heç bir fikrim yox idi axır illərdə MİQ necə keçirilir. Yəni yadırğamışdım sözünüzü imtahana girməyə. Ona görə də hələ ki, yəni vəziyyətin ciddiyyətini o qədər də anlamırdım. Və nəysə ki, aprel ayına qədər həm də ki bilirsiniz də, bizdə həm buraxılış sinifləri olur da 9-11 onlarla əlavə işlər aparırıq. Ona görə demək olar ki, vaxtım olmurdu. Aprel ayında başladım. Ən çox da ədəbiyyat və kurikuluma vaxt ayırdım. Hətta kanalımda bu haqqda video da var. Necə hazırlaşıram. Düşünürdüm ki, əsas ədəbiyyata baxmaq lazımdır. Çünki necə olmasa əsərdə incə məqamlar olur. Yəni nəsə gözdən qaça bilər, unuda bilərsən. Ona görə də ədəbiyyata və kurikuluma daha çox vaxt ayırdım. Heç bir kursa qoşulmadım. Ancaq buradan bir haşiyə çıxarmaq istəyirəm ki, yəni bəziləri deyir ki, ümumiyyətlə müəllim hazırlaşmaz. Bir qism isə deyir ki, yəni müəllim də hazırlaşa bilər. Mən düşünürəm ki, bəli, müəllim də hazırlaşa bilər. Yəni burada ayıb bir şey yoxdur. Çünki bizim uşaqlarla qurduğumuz iş tamam fərqlidir. Tamam fərqli bir səviyyədir. Amma imtahan tamam fərqli bir səviyyədir. Yəni oradakı suallar bizim şagirddən tələb etdiyimiz kimi düşmür. Və yaxud da necə deyim, yəni ki, şagirddən gözləntilərimiz kimi, yəni şagirdə qoyulan tələblər kimi düşmür, daha çətin, daha qəliz düşür. Ona görə də düşünürəm ki, mütləq şəkildə müəllim də üzərində çalışmalıdır. Yəni kimsə bunu müstəqil edə bilər, kimsə bunu yəni müəllimlə edə bilər. Bu çox normaldır. Yəni insan daim özünü təkmilləşdirməlidir. Yəni ilk öncə onu deyim ki, yəni hazırlaşmaqda pis bir şey yoxdur. Ancaq ki mən düşündüm ki, ehtiyac yoxdur və aprel ayından başladım. Kurikulumda YouTube-da kifayət qədər dərslər var. Həmin dərsləri izahlara baxırdım və iyun ayına qədər beləcə davam etdi və gəldi iyun ayının 24-ü. Və sizə deyim ki, mən ümumiyyətlə bu yaşıma qədər nə qədər imtahanda olmuşam, heç vaxt həyəcanlı olmamışam. Yəni imtahanı mən həmişə belə rahat şəkildə vermişəm də, çox rahat girmişəm ki, imtahandır da, nə böyük şeydir ki, İstər bu qəbul imtahanında olsun, istər bu işə qəbul imtahanlarında olsun, həmişə rahat olmuşam. Amma bu nəsə fərqli bir şeydir və özüm də başa düşmürdüm. Niyə mən həddindən artıq həyəcanlı idim və həmin gecə heç yata bilmədim. İstədim dərman içəm, amma tövsiyə etdilər ki, dərman birdən yaxşı təsir etməz. Ona görə dərman içmədim və gecə cəmi 1 saat yatdım və təbii ki, yuxusuzluq halında insan necə olur, başı çox pis ağrıyır və başım çox pis ağrıyırdı. Buradan belə bir məsləhət vermək istəyirəm ki, müəllim həmkarlarıma, sakitləşdirici için, yəni çalışın ki, çünki həmin vaxt ətrafımda, imtahan vaxtı ətrafımda olanlardan gördüm ki, çox müəllim həyəcanlı idi, çox müəllim hiss olunur ki, stres keçirir və bu da sözsüz ki, istər-istəməz insana təsir göstərir. Ona görə də sizə tövsiyəm, yəni sakitləşdirici içə bilərsiniz, yəni sakitləşdirici çay içə bilərsiniz və yaxud da ki,
nə bilim, bilmirəm, yəni rahat bir filmə baxa bilərsiniz imtahan öncəsi. Yəni çalışın stressdən uzaq olun. İndi tövsiyələrimi çalışacağam ki, bu öz təcrübəmi danışandan sonra sizə verim. Nəysə imtahana getdim və düşündüm ki, yəqin ki, imtahan başlayanda həyəcanım gedər. Və mənim imtahanım səhər tezdən idi, səhər saat 10-da və getdim imtahana. Görürəm, yox, nəsə o deyil, mən çox həyəcanlıyam, dərman aldım, içdim aptekdən. İmtahan zalına daxil oldum, kompüterin qabağında oturdum. Hardasa 40 dəqiqə belə həyəcanla gözləyirəm və fikirləşdim ki, bəlkə suallar gələndə nəhayət ki, bu həyəcan gedər. Və suallar gəldi ekrana. Gördüm, yox, mən artıq daha da həyəcanlanıram. Yəni ki, artıq belə deyim də o mausu tuta bilmirəm. Yəni çox həyəcanlıyam. Nəsə biraz su içdim, dedim özünə gəl, suallara bax və başladım suallara baxmağa. Sual, 2 sual, 3 sual. Çünki deyirlər ki, 5-10 sual çox rahat, asan olur və sən 5-10 sual, yəni hardasa, yəni bizdə 2 fəndidə, hətta deyirlər 30 sual rahat olur. Və mən də fikirləşirdim ki, hə, sualları görəndə həyəcanım gedər. İndi suallar gəlib ekrana, 1 sual, 2 sual, 5 sual, 10 sual, 20-ci sual keçirəm. Yəni hələ rahat sual axtarışındayam. Görüm, yox. Yəni o rahat suallar hardadırsa, yəqin çox belə çətin tapılan yerdədir. Ona görə də o suallar deyəsən gəlməyəcək. Ona görə dedim ki, yox. Gəl, yaxşısı budur ki, elə birinci sualdan başlayaq, axıra qədər gedək. Yəni Azərbaycan dili və ədəbiyyatı imtahanı verənlər, əgər bu videoya rast gəlsələr, rəylərdə bildirsinlər. Yəni bizim imtahanımız tam bir mix səviyyəsinə keçmişdi. Yəni bizim imtahanımızda rahat deyilən suallar çox az idi. Və çox suallar da təbii ki, müəllimik, hamısını bilirik, bilməliyik. Bu tamam başqa bir mövzudur. Amma sualların quruluşu vaxt aparan idi. Yəni cədvəl, sxem. Ona görə də mənim sizə tövsiyəm, çalışın ki, din və güvəni qətiyyən işləməyin. Tamamilə test işləmirsinizsə, din və güvəndən başlaya bilərsiniz. Amma ki, yəni o sualların, sertifikasiyada istifadə olunan sualların din və güvənlə qəti bir əlaqəsi yox idi. Hətta yeni tip suallar idi və çoxsu da qrafik, cədvəl, sxem şəklində idi. Yəni, bilməm, yuxusuzluq, o həyəcan, sualların hamısında yorucu formatda olmağı məni doğrudan çox bezdirdi. Hətta istədim ki, durum gedim. Ancaq sonra düşündüm ki, əgər mən durub getsəm, ayıb olar. Sonra mən sübut edə bilmərəm ki, mən həqiqətən beynim çox yoruldu suallardan. Yəni, bilirsiniz, bir sualda bir neçə bilgini, bir neçə bacarığı tətbiq etmək çox vaxt aparır. Yəni, mən test işləməyə çox səbirsiz adam. Təsəvvür edin ki, imtahanın bitməyinə 20-25 dəqiqə qalıb və mən təkrar suallara baxa bilmirəm. Çünki əsasən məndə belə bir xüsusiyyət var ki, testi işləyirəm. Yəni 60 sualı normalda, məsələn, yarım saat işlədim, sonra baxıram təkrar. Burada isə saat yarım keçib və mən təkrara baxa bilmirəm. Vəziyyət belə idi. Sualların tipinə gəldikdə isə mən sizə hansı tövsiyələri verirəm? Filoloqlar, hansı ki, növbəti illərdə imtahana girəcəklər, əsərləri nöqtə virgülünə qədər az qala əzbər bilməlisiniz. Azərbaycan dilinə aid də çoxlu test işləyin, çətin tipli sınaqlardan işləyin, hansı ki, məsələn, bir çox kurslar var öndə gedən, məhz miq və sertifikasiya hazırlıq məqsədi ilə tərtib olunmuş testlər, sınaqlar, tapşırıqlar, çalışın ki, onları işləyin. Çünki yenə deyirəm, din və güvəndən qəti əlaqəsi yoxdur sualların. Və belə deyək ki, suallarda məsələn yadımda qalan deyə bilərəm ki, asan sual Aldanmış Kəvakib əsərinin janrı idi. Bir də ki, sifətin səhv eləmirəmsə çoxaltma dərəcəsini soruşmuşdu. Bir də ədat var idi. Belə bir sual var idi ki, ədat hansı variantdadır? Qalan suallar ancaq məsələn qrafik, sxem, cədvəl. Məsələn 2 cümlə verib Azərbaycan dilindən və həmin cümlədir ki, həmin cümlədə işlənmiş feilin təsdiqlənməyən formaları haqqında doğru fikirləri müəyyən edib. Və hər variantdakı da təsəvvür ki, hərəsinə aid bir neçə variant var. Yəni görün nə qədər siz diqqətlə həmin testə baxmalısınız. Və yaxud da ədəbiyyatdan Qurbanəli bəy hekayəsindən doğru fikirlərin ardıcıllığına, doğru hadisələrin ardıcıllığını seçməliydiniz. Açıq kitabla bağlı sual var idi, Şirvan Natavanla bağlı sual var idi. Yəni ümumiyyətlə belə deyək ki, 11-ci sinifin əsərlərinə çox diqqətli baxın. 11-ci sinifin əsərlərindən demək olar ki, bütün o əsas əsərlərin hamısından sual düşmüşdü. Yəni daha çox 11-ci sinifdən idi və xırdalığına qədər baxın.
İndi mən bəzilərini qarışdıra bilərəm, çünki mən həm miqdə iştirak etmişəm, həm sertifikasiyada. Amma hər ikisinə deyə bilərəm ki, 11-ci sinifin əsərlərindən çox sual salınmışdı. Öz də xırdalığına qədər, hansı ki, məsəl üçün əsas obrazları bəzən qoyurdular. Məsəl üçün belə deyək ki, hətta miqdə də bunu görmüşdüm. Amma bizim mövzumuz sertifikasiyada yenə də həmin əsərlərə çox diqqətlə baxmanızda fayda var. Və yenə deyirəm ki, çalışın, çox test işləyin, sınağı işləyin, amma ki, məhz miq və sertifikasiya üçün nəzərdə tutulmuş. Və əsərləri diqqətlə oxuyun, xırdalığına qədər oxuyun, Azərbaycan dilindən çox testlər işləyin. Yəni belə, amma çətin tipli, yenə deyirəm, din və güvən mən də həmişə edirəm, amma həmin suallar çox beyin yoran, vaxt aparan suallar idi. Yəni bu imtahan sırf diqqət və sürəti hesablanmışdı sanki. Sən nə qədər bu cür qrafik sxemləri nə qədər sürətli işləyə bilərsən. Ona görə də çalışın ki, çətin testləri işləyin. Belə düşünürəm ki, başqa bir şey unutmadım. Yəni yenə deyirəm ki, belə deyək də, yəni sualların formatı həqiqətən də çox dəyişib. Bəlkə də mən hər il miqə girsəydim, artıq azdan çoxdan bir məlumatım olardı. Amma ki 3 il idi ki, miqə girə bilmirdim. Ona görə də demək olar ki, heç bir məlumatım yox idi ki, imtahan necə keçirilir. Ona görə də bir də o mənə mane oldu. Və imtahandan nə qədər bal topladım? İmtahandan 48 bal topladım 60 baldan, yəni 48 düzgün cavabım var idi. Bu məni qane etdimi? Təbii ki, etmədi. Yəni o hissləri ifadə edə bilmərəm. İmtahan bitdi və son saniyələr idi. Mən artıq bitir butonuna bastım və belə deyək, o bal gələndə o məyusluq hissini ifadə edə bilmərəm. Yəni o belə qəribə hiss idi. Çox məyus oldum. Həddindən artıq məyus oldum. Amma təbii ki, edəcək bir şey yox idi, çünki artıq nəticə bəlli idi. Amma yenə deyirəm ki, həmin imtahanın səviyyəsinə görə doğrudan da əslində çox yaxşı idi. Yəni bizdə, yəni filoloqlar indi yaza bilərlər, doğrudan rahat sual çox az idi. Yəni 5-6 sual idi. Qalan hamısı sırf sənin beynini yoran, vaxtını aparan suallar idi. Yəni ona görə yəni yaxşı ola bilər, amma sanki bilmirəm, yəni mənə çox yaxşı təsir etmədi. Nəysə, bu bal məsələsini qoyaq qırağa. Yəni o hisslərdə yenidən yaşamaq istəmirəm. Amma nəsə çox mənfi hisslər yaşadım. İndi isə keçək müsahibə mərhələsinə. Müsahibə mərhələsi məndə oldu 24 sentyabrda. Əslində orada heç həyəcan yox idi. Bilmirəm 48 balın verdiyi o bilmirəm hiss idi, nə idi. Çox belə qəlbim qırılmışdı. Ona görə də müsahibəyə çox da belə önəm vermirdim ki, nə olar da. Daha 48 yığmışam, daha olan olub bundan o tərəfə nə olacaq ki, bu cür fikirdəydim. Amma ki indi orada siz baxa bilərsiniz də, yəni hazırlaşanda sizə də yəni baxacaqsınız ki, necədir. Yəni əsas icmaldır, mövzunu təqdim etmə 12 baldır, özünü təqdim etmə 8 baldır. Digər yəni şagirdlərlə, valideynlərlə, həmkarlarla ünsiyyət, psixoloji və s. hərəsi səhv etmirəmsə çox az ballardır da, yəni orada əsas bunlardır. Və ona görə də mən əsas icmalı hazırladım, özüm yazdım. Hazır icmal alanlar var, amma mən düşünürəm ki, mən o mövzunu hiss etməsəm, özüm yazmasam, o mövzunu təqdim edə bilmərəm. Yəni dərs necə keçirəmsə o formada, yəni yəqin ki, hər bir müəllim hər gün icmal yazır. Bu hər birimizin etdiyi bir şeydir. Yəni normalda necə yazıramsa, həmin formada yazdım və təbii ki, biraz məşq etdim də danışmağı. Özünü təqdim etmə də ki, yəni hər kəs öz haqqında məlumat verir, yəni ki də qeyri-adi. O da yəni kiməsə yazdırmaq da biraz mənə qəribə gəlir ki, özüm haqqında məlumat verirəm. Mənim haqqımda məlumatı məndən yaxşı kim bilə bilər? Kadrlar yerləşdirəcəm. Yəni çalışacağam ki, siz də görəsiniz müsahibə mərhələsi necə keçirilir. Yəni bizdə bir məktəbdə oldu, Xaçmazda oldu, 6 nömrəli məktəbdə və ora gedirsiniz və müxtəlif stolların arxasına kompüterlə yerləşdirib və onların arxasına müəllimlər oturur sırayla və növbəli şəkildə hissə-hissə daxil olurlar qeydiyyatdan keçəndən sonra və komissiya üzvlərindən belə deyim də müsahibə etmiş olurlar və mənə sual verdilər ki, özünü təqdim et, yəni axıra kimi qulaq asdılar. Daha sonra mövzudan sual verdilər, icmaldan və çox xırdalığına qədər sual verdilər. Yəni sizə tövsiyəm icmalı çox yaxşı öyrənin. Yəni çalışın ki, icmalınız çox kurikulumun qaydalarına uyğun tərtib olunsun. Və təlim nəticəsini soruşdular, qiymətləndirmə meyarı, rəy dedilər, şagirdlər rəy ver, onun neçənci səviyyəyə uyğun gəldiyini də soruşdular.
Yəni belə, yadımda qalan bunlardır. Özümü təqdim etmədə də tam axıra kimi dinlədilər, icmalda da tam axıra kimi dinlədilər, səbrlə hətta biraz düşünməyə də vaxt verirlər. Yəni o baxımdan adamı tələsdirmirlər. Psixoloji sualsa, yəni sizə müxtəlif situasiya verirlər. Yəni hansı ki siz özünüzü necə apararsınız. Yəni həmişə təbii ki pozitiv yöndən yaxınlaşmaq lazımdır. Yəni biz həmişə şagirdlərin maraqlarını nəzərə almalıyıq. Yəni bu baxımdan da ən optimal variantı deməliyik orada. Təbii ki, əslində yenə deyirəm, bəzən məsəl üçün elə suallar verə bilirlər ki, adam özdə mat qalır, belə ki, buna nə cavab versin, amma ki yenə də çalışın ki, elə bir şeylə rastlaşmasanız belə ən optimal variantı deyin və bu daha çox şagirdin xeyrinə olsun da məncə. Yəni hər halda belə olar. Və mənə suallar verdilər ki, məsələn 2 şagird dalaşsa sinifinizdə və direktor sizi anlasa nə edərsiniz? Başqa bir müəllimə başqa cür sual verirlər. Yəni hər bir kəsdə fərqli olur. Yəni mən sizə deyə bilmərəm ki, ay bu cür suallara hazırlaşın. Yəni çünki hər il dəyişir, hər gün dəyişir, amma gün ərzində eyni tip suallar verirdilər. Bunu çox müşahidə etdim. Çünki neçə gün dalbadal gördüm ki, səhər seansında hansı suallar verirdilərsə, günorta seansında da həmin sualları səsləndirirdilər. Ona görə yəqin ki, gələni də belə olacaq, onu deyə bilmərəm. Amma yenə də müsahibə mərhələsindən çəkinmək lazım deyil. Düz müsahibə mərhələsinin mən balını bilmirəm. Cavablar çox tez gəldi. 24 sentyabrda mənim müsahibə imtahanım oldu və 25-i artıq cavablar gəlmişdi ki, siz artıq uğur qazanmısınız. Nəysə ki, belə deyək, artıq 2029-a qədər sertifikasiyadan azad oldum. Azad oldum dedikdə, bilirsiniz, əslində bir qədər yüngüllük də hiss etdim. Yəni o topladığınız bal fərqi yoxdur, 48-dir, 49-dur, 50-dir və s. bunun heç bir önəmi yoxdur. Əsas odur ki, üzərimizdəki o yük qalxdı və necə deyim, çox belə gərgin anlar da yaşadıq. Yəni mən özüm də çox belə deyim də həyəcanlanmışdım imtahan ərəfəsində və əminəm ki, bir çox müəllim də eyni halda yaşamışdı. Yəni çox da asan bir məsələ deyil. Yəni işini itirmək qorxusu, nə qədər özünə güvənsən də, yenə deyirəm ki, məsələn mən heç vaxt imtahanlarda həyəcanlanmamışam, amma nə qədər özünə güvənsən də hər halda işini itirmək heç kəs istəməz. Ona görə də həmin vaxtı keçirdiyin həyəcan belə insanı həqiqətən çox bilən gedən müəllimlər vardı, çox çətin vəziyyət düşən müəllimlər vardı. Ona görə də mən hamısını başa düşürəm və ona görə indi növbəti illərdə imtahan verəcək həmkarlarıma demək istəyirəm ki, çalışın yaxşı-yaxşı hazırlaşın. Necə deyim, indidən hazırlaşın. Məsəl üçün mən 2 ay qalmış etdim. Düzdür, vaxt tapan kimi, yəni mənim cədvəlim də çox sıx idi, amma vaxt tapan kimi baxırdım testlərə. Amma yəni çalışın ki, hər gün sentyabr ayından, yəni sentyabr artıq bitdi, indi artıq oktyabr ayına giririk. Yəni mən bu videonu montaj edib yüklənə bilməm, bəlkə də oktyabr olacaq. Çalışın ki, hazırlaşın, indidən hazırlaşın, hər gün hazırlaşın. Bədii əsərləri çox diqqətlə oxuyun. Yəni bədii əsərlərdən elə suallar salmışlar ki, həmin sual formatlarını mən din və güvəndə görməmişəm. Ona görə də demək istərdim ki, əsəri incəliyinə qədər öyrənin və əsəri yaxşı-yaxşı təhlil edin, xırdalıqlarına qədər öyrənin. Azərbaycan dilindən daha çox test işləyin. Yəni ki, çox çaşdırıcı suallar var. Çünki qrafik sxem olduğundan sən birini sürüşdürə bilirsən hardasa. Belə, yəni imtahandan keçən müəllimlərimizin hər birinə uğurlar arzulayıram. Növbəti illərdə imtahan verəcək müəllim həmkarlarıma da uğurlar arzulayıram. Nəsə sualınız olsa soruşa bilərsiniz. Ola bilər ki, mən bəzi şeyləri unudum deməyim videoda. Amma sualınız olsa rəy bölməsində yazarsınız. Mütləq ki, cavab yazacağam. Videonun sonuna qədər izlədiyinizə görə çox sağ olun. Çox-çox təşəkkür edirəm. Kanala abunə olmağı unutmayın. Hələlik.